Salam dostlar. Riyaziyyatdan sınaqlar toplusunun 26-cı sınağının suallarına gəlin birlikdə baxaq. Birinci sualda deyilir ki, ABC üçbucağının A təpə nöqtəsinin qarşısındakı tərəfi kiçik A, B təpə nöqtəsi qarşısındakı tərəf kiçik B, C təpə nöqtəsi qarşısındakı tərəf C-dir. BC üstəgələk A kvadratı bərabərdir B kvadrat üstəgələk C kvadrat olarsa, A bucağını tapın. Gəlin ilk əvvəl ixtiyari bir ABC üçbucağı çəkək və üçbucağın təpə nöqtələrinə uyğun olaraq A, B və C ilə işarə edək. Şərtə görə A bucağını biz alfa ilə işarə etsək, A bucağının qarşısındakı tərəf kiçik A, B bucağının qarşısındakı tərəf kiçik B, C bucağının qarşısındakı tərəf isə kiçik C olmalıdır. Onda bu üç tərəf və bir bucağa görə biz kosinuslar teoremini tətbiq edə bilərik. A kvadratı bərabərdir B kvadratı üstəgələk C kvadratı çıxaq 2 vur B vur C vur kosinus alfa. İndi bizə verilən bərabərliyə də nəzər yetirək. BC üstəgələk A kvadratı bərabərdir B kvadratı üstəgəl C kvadratıdır. Beləliklə biz gəlin ikinci bərabərlikdən A kvadratını tapaq. A kvadratını tapsaq alarıq B kvadratı üstəgəl C kvadratı çıxaq BC və birinci bərabərliyin baxırıq ki, sol tərəfində də A kvadratı durur. İndi aldığımız bərabərliyin də sol tərəfində A kvadrat durur. Bərabərliklərin sol tərəfləri eynidirsə, sağ tərəfləri də eyni olmalıdır. Yəni bir-birinə bərabər olmalıdır. Beləliklə B kvadratı üstəgələk C kvadratı çıxaq 2BC kosinus alfa bərabərdir B kvadratı üstəgələk C kvadratı çıxaq BC. Beləliklə B kvadratları C kvadratları islah olsa yerdə qalar. Mənfi 2BC kosinus alfa bərabərdir mənfi BC. Hər tərəfi də mənfi BC-yə bölsək alarıq 2 kosinus alfa bərabərdir 1. Buradan kosinus alfa bərabərdir. Yəni səlqəli şəkildə yazaq. Kosinus alfa bərabərdir 2-də 1 və alfa üçün biz 60 dərəcə almış olarıq ki, doğru cavab da C bəndinə uyğun gələr. İndi isə ikinci suala baxaq. İkinci sualda deyilir ki, x-in hansı müsbət qiymətində A vektorunun uzunluğu müsbət 13-ə bərabər olar. Biz bilirik ki, vektorun uzunluğu bu şəkildə tapılır. Kökün altında absisin kvadratı, yəni daha doğrusu vektorun x oxu üzrə komponenti, proyeksiyası x üstəgələ 2-nin kvadratı üstəgələ y oxu üzrə proyeksiyasının kvadratı bərabərdir. O da 13. Beləliklə, hər tərəfi kvadrata yüksəltsək, x üstəgələ 2-nin kvadratı bərabərdir 5-in kvadratı, üstəgələ 5-in kvadratı bərabərdir 13-ün kvadratı. Buradan x üstəgələ 2-nin kvadratı bərabərdir 13-ün kvadratı çıxaq 5-in kvadratı. Beləliklə, x üstəgələ 2-nin kvadratı bərabərdir 169-dan 25 çıxdıqda 144 qalır. O da 12-nin kvadratına bərabərdir. Bizdən x-in müsbət qiymətini tapmaq tələb olunursa, x üstəgələ 2 bərabərdir 12 götürmək kifayət edər. Və buradan da x-ə biz 10 almış olarıq ki, doğru cavab da D bəndinə uyğun gəlir. Üçüncü sual fəza ilə bağlı olan bir sualdır. Deyilir ki, AB parçası alfa müstəvisi üzərinə perpendikulyar, AC və AD isə maillərdir. ACB bucağı bizdə 60 dərəcədir. ACB bucağı 60 dərəcədirsə, digər bucaq onda 30 dərəcə olmalıdır. Biz bilirik ki, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. AC bizdə 12 isə 30 dərəcəli bucaq qarşısındakı katet 6 sm olmalıdır. Onda AB hündürlüyü də 60 dərəcəli bucaq qarşısındakı katet olduğu üçün 30 dərəcəli bucaq qarşısındakı katetdən kök altda 3 dəfə böyük olmalıdır. Yəni AB-nin uzunluğu 6 kök altda 3 sm olar. B-də bizdə kök altda 13 sm olduğu üçün AD-ni tapmaq tələb olunur. Biz Pifaqor teoremini istifadə edək. Hipotenuzun kvadratı, yəni AD-nin kvadratı bərabərdir katetlərin kvadratlarının cəminə. Yəni 6 kök altda 3 sm-in kvadratı ilə kök altda 13 sm-in kvadratı. Beləliklə, AD-nin kvadratı bərabərdir. Deməli, 6 kök altda 3-ün kvadratı bizə verir 108. Kök altda 13-ün kvadratı bizə verir 13. Deməli, 108 sm-in kvadratı üstəgələk 13 sm-in kvadratı. Bu da bizə verir 121 sm-in kvadratı. Beləliklə, AD üçün biz 11 sm almış olarıq ki, doğru cavab da A bəndi olar. Dördüncü suala baxaq. Dördüncü sualda deyilir ki, xətti ölçüləri A bərabərdir 12, B bərabərdir 15 və C bərabərdir 16 olan düzbucaqlı paralelipipedin diaqonalını tapın. Biz bilirik ki, düzbucaqlı paralelipipedin diaqonalı D bərabərdir kök altda
A kvadrat üstəgəl B kvadrat üstəgəl C kvadrat şəklində təyin olunur. Buradan da D bərabərdir. Kökün altında 12-nin kvadratı üstəgələk 15-in kvadratı üstəgələk 16-nın kvadratı. D də bərabərdir. Kök altında 12-nin kvadratı 144, 15-in kvadratı 225, 16-nın kvadratı isə 256. 256 ilə 144 topladıqda 400, 225 əlavə etdikdə 625, 625-dən də kvadrat kök 25 çıxar və doğru cavab olar B bəndi. 5-ci suala baxaq. Bərabər tərəfli silindrin ox kəsiyinin sahəsi 8 bölək pi santimetrin kvadratı olarsa. Biz bilirik ki, əgər silindrin ox kəsiyi kvadrat olarsa, bu deməkdir ki, silindrin hündürlüyü onun oturacağının çevrəsinin diametrinə bərabərdir. Yəni hündürlük 2 böyük R-ə bərabərdir. İndi ox kəsiyinin sahəsini nətər tapırıq? S ox bərabərdir 2R vuraq H şəklində tapılırdı. Buradan da S ox bərabərdir 2R vuraq 2R. Yəni 4R kvadratı bərabərdir 8 bölək pi. Buradan R kvadratı bərabərdir 2 bölək pi almış olarıq. İndi biz tam səthin sahəsini tapmaq istəyirik. S tam bərabər idi 2 pi R vuraq. R üstəgələk H ilə ifadə olunur. Buradan S tam bərabərdir 2 pi R vuraq. R üstəgələk H-ın yerinə də 2R yazarıq. 2R üstə R gəndə 3R. 2 pi R-ə də vurduqda S tam bərabərdir 6 pi R kvadrat almış olarıq. Buradan da S tam bərabərdir 6 pi vuraq. R kvadratın yerinə 2 bölünsün pi yazsaq, pilər ixtisar gedir və biz 12 santimetrin kvadratı almış olarıq ki, doğru cavab da E bəndi olar. 6-cı sual oxşarlıqla bağlı bir sualdır. 6-cı sualda deyilir ki, gəlin də şəkil üzərində göstərək. ABC üsbucağında, bağışlayın, ABC üsbucağında BD 16 santimetrdir. DE AC-yə paraleldir. Yəni, burada alınan bucaqlar bir-birinə oxşardır. Məsələn, biz BDE bucağına alfa desək, onda avtomatik BAC bucağı da alfa olmalıdır. Sonra digər tərəfdən deyilir ki, ADF bucağı, baxaq görək hansı bucaqda ADF, bura bir X desək, onda nəyə bərabərdir? YDF-ə, yəni burada X-ə bərabərdir. X dərəcə ölçüləri X və X-dir. Digər tərəfdən biz bilirik ki, burada DY ilə AC bir-birinə paralel olduğu üçün DF iki paralel düz xətti kəsən üçüncü bir düz xəttir və burada alınan bucaqlar daxili çarpaz bucaqlar var ki, onlar da bir-birinə bərabərdir. O hansı bucaqdır? AFD bucağı. Bu da onda X-ə bərabərdir. Onda belə çıxır ki, ADF nə cür bucaqdır? Bərabər yanlış bucaqdır. Yəni, buradakı AD tərəfi AF tərəfinə bərabərdir. İndi AD tərəfinin qiyməti bizdə 8 olduğu üçün AB-nin də qiyməti 8 olar. FC-nin qiymətini bilmirik. Ona hər hansı bir artıq X istifadə edədiyimiz üçün M deyək. DY-nin uzunluğunu isə bizə verir 10 cm. İndi biz nəyi tapmalıyıq? FC tərəfini tapmalıyıq. Yəni M parçasının uzunluğunu tapmalıyıq. Burada indi hansı üçbucaqlar bir-birinə oxşardır? ABC üçbucağı DBY üçbucağına oxşardır. Ona görə yazırıq ki, AB tərəfinin DB tərəfinə olan nisbəti bərabərdir. Deməli, AC tərəfinin DY-yə olan nisbətinə. Beləliklə, AB-nin qiyməti bizdə nə qədərdir? 24. DB-nin qiyməti bizdə nə qədərdir? 16. AC-nin qiyməti 8 M-dir. DY-nin qiyməti isə 10-dur. Beləliklə, 24-dən 16-nı 8-ə ixtisar aparsaq, sürətdə 3 məxrəcdə 2 alarıq. 2 ilə də 10-u ixtisar aparsaq, sol tərəfdə məxrəcdə 1, sağ tərəfdə isə məxrəcdə 5 alarıq. Beləliklə, nə alırıq? 8 M bərabərdir 15-dən. M üçün biz 7 tapmış olarıq ki, doğru cavab da B bəndi olar. Sonra 7-ci suala baxaq. Çevrə ilə bağlı maraqlı bir sualdır. Deyilir ki, 10 mərkəzli çevrədə ABD bucağı 30 dərəcədir. Baxırıq ki, ABD burada daxilə çəkilmiş bucaqdır və o söykəndiyi qövsün dərəcə ölçüsünün yarısına bərabərdir. Deməli, onun dərəcə ölçüsü. Deməli, AD qövsünün dərəcə ölçüsü 60 dərəcədir. Sonra ASY bucağı yenə daxilə çəkilmiş bucaqdır. O da söykəndiyi qövsün dərəcə ölçüsünün yarısına bərabər olmalıdır. Və 26 dərəcə onda 52 dərəcənin yarısına bərabərdir. İndi burada da hər hansı bir J nöqtəsi götürsək, AJ qövsünün dərəcə ölçüsü də burada E nöqtəsi olmalıdır. E nöqtəsini verməyiblər. E nöqtəsi olmalıdır. Deməli, AY qövsünün dərəcə ölçüsü də 52 dərəcə olar. İndi bizdən DOY bucağını tapmaq tələb olunur. Mərkəzi bucaqdır. Mərkəzi bucaqda deməli, söykəndiyi qövsün dərəcə ölçüsünə bərabərdir. Gərdiyi qövsün dərəcə ölçüsünə bərabərdir. Bağışlayın. Burada onda DOY bucağı deməli, 112 dərəcəyə bərabər olar ki, doğru cavab da A bəndinə uyğun gəlir.
8-ci suala baxaq. 8-ci sualda deyilir ki, düzgün altıbucaqlının kiçik diaqonalı 6 sm olarsa, biz bilirik ki, düzgün altıbucaqlının böyük diaqonalı tərəfin 2 mislinə, kiçik diaqonalı isə tərəfin kök altında 3 mislinə bərabərdir. Yəni kök altında 3 vuraq A bərabərdir 6 sm-dirsə, mən buradan A-nı taparam. 6 sm bölərəm kök altında 3-ə və buradan alaram 2 kök altında 3 sm. İndi düzgün altıbucaqlının sahəsi nə cür tapıldı? Deməli 6 vuraq, yəni 6 ədəd bərabər tərəfli üçbucağın sahəsinə. Yəni 6 vuraq, kök altında 3 bölək 4 vuraq A kvadratına. Buradan da S bərabərdir. 6 vuraq, kök altında 3 vuraq. A-nın qiyməti 2 kök altında 3-dür. Kvadratı bizə verər 12 bölünsün 4. 12-ni 4-ə böldükdə 3 qalar. 3 dəfə də 6 bizə verər 18 və bir də vur kök altında 3. Beləliklə alırıq 18 kök altında 3 santimetrin kvadratı. Yəni doğru cavab C bəndi. İndi isə 9-cu suala baxaq. 9-cu sual maraqlı bir həndəsə sualdır. Gəlin, polioqram sualdır. Gəlin bu şəkili çəkək və bunun üzərində burada göstərməyə çalışaq. Şəkili biraz daha iri formada çəksək yaxşı olar. Deməli, tərəfləri burada uyğun olaraq göstərək. Aha, bu şəkildə qeyd edək. Deməli, E nöqtəsi, B nöqtəsi, B təpəsindəki bucaq 120 dərəcədir. A təpəsi, D təpəsi və C təpəsi. Şəkilə görə AY ilə YD tərəflər bir-birinə bərabərdir. AB-nin qiyməti 5 cm-dir. YC-nin qiyməti 8 cm-dir. İndi burada B bucağı 120 dərəcə isə C bucağı 60 dərəcə olmalıdır. Çünki ikisinin cəmi həmişə 180 dərəcə eləməlidir. İndi diqqət etirsəz görərsiniz ki, polioqram olduğu üçün AB tərəfi CD tərəfinə bərabərdir. Yəni CD-nin də qiyməti 5 cm olmalıdır. İndi biz buradan A7 üçbucağının sahə perimetrini tapmaq istəyirik. Burada isə biz A7 üçbucağının perimetrini tapmaq üçün AY, YD və AD tərəflərini bilməliyik. YD tərəfini tapsaq AY tərəfini də tapmış oluruq və AD tərəfini də gərək ondan sonra tapaq. Bunun üçün nə edək? 2 dəfə biz burada kosinuslar teoremini tətbiq edəcəyik. Birinci olaraq ilk növbədə gəlin YD tərəfini tapaq. YD-nin kvadratı bərabərdir. YSD üçbucağına görə 8-in kvadratı üstə gələk 5-in kvadratı çıxaq. 2 vuraq, 8 vuraq, 5 vurulsun. Kosinus 60 dərəcə. Beləliklə YD-nin kvadratı bərabərdir. 64 üstə gələk 25 çıxaq. 2 vuraq, 8 vuraq, 5 vurulsun. 2-də 1. Kosinus 60 dərəcədə 2-də 1 alır. 2 ilə 2 ixtisar gedir. Beləliklə YD-nin kvadratı bərabərdir. Biz alırıq 49. Buradan biz YD üçün 7 tapmış olarıq. Deməli, YD indi 7-dir. Gəlin, şəkil üzərində qeyd edək. 7 cm. Onda belə çıxır ki, AY də 7 cm-dir. İndi biz BY-yə nə cür taparıq? BY-yə bir x desək, növbət dəfə kosinuslar teoremini tətbiq edək. Bu dəfə 120 dərəcəli bucaq qarşısındakı tərəfdən başlayırıq. 7-nin kvadratı bərabərdir. X-in kvadratı üstə gələk 5-in kvadratı çıxaq. 2 vuraq, x vuraq, 5 vuraq. Kosinus 120 dərəcə. Beləliklə 49 bərabərdir. X kvadratı üstə gələk 25 çıxaq. Kosinus 120 dərəcədə mənfi 2-də 1 alır. 2 vuraq, x vuraq, 5 vuraq, mənfi 2-də 1. Deməli, x kvadratı üstə gələk 25. Deməli, mənfi vuranda müsbət. 2-lər ixtisar getdi. Üstə gəl 5x. Çıxaq 49 bərabərdir 0. Buradan x kvadratı üstə gəl 5x. Çıxaq 24 bərabərdir 0. Vuruqlara ayırsaq x üstə gəl 8 vuraq, x çıxaq 3 bərabərdir 0. Buradan ya x mənfi 8 olmalıdır, ya da x 3 olmalıdır. X mənfi 8 ilə bərabər ola bilməz. Deməli, x burada 3-ə bərabərdir. Yəni, polioqramın BS tərəfinin uzunluğu 11 cm-dir. Deməli, onda AD tərəfinin uzunluğu da 11 cm olmalıdır. Beləliklə, perimetri tapdıqda 2, 7 və bir dənə 11 cm-in cəmi bizə 29 yox, 25 cm verər ki, doğru cavab da C bəndi olar. Sonra onun sual çevirmə düsturları ilə bağlı maraqlı bir sualdır. Sualda deyilir ki, sinus 210 dərəcə, vuraq tangens 300 dərəcə, vuraq kosinus 330 dərəcənin qiymətini hesablayın. Gəlin, ayrı-ayrılıqda bunların hər birini çevirək və yekun nəticələr yazaq. Sinus 210 dərəcəni bu şəkildə yaza bilərik. Sinus 180 dərəcə üstə gəl 30 dərəcə, 180 dərəcə üstə gəl 30 dərəcə. 180 dərəcə daha dəyişmir, amma işarə 3-cü rübə keçdiyi üçün mənfi olur. Yəni, mənfi sinus 30 dərəcə. Bu bizə mənfi 2-də 1 verir. Sonra tangens 300 dərəcəni biz yaza bilərik. Tangens 360 dərəcə çıxaq 60 dərəcə. 360-da ad dəyişmir. Olur tangens 60 dərəcə. Amma 4-cü rübə düşdüyünə görə işarə dəyişir. Olur mənfi tangens 60. Yəni mənfi kök altında 3.
ve kosinus 330 derecəni də bu şəkildə yazaq. Kosinus 360 çıxaq 30 dərəcə. Kosinus 360 minus alfa bizə kosinus alfanı verir. Yəni kosinus 30 dərəcə. Onun da qiyməti kök 3 bölək 2. Beləliklə verilən ifadədə yerinə yazsaq, mənfi 2-də 1 vuraq, mənfi kök 3 vuraq, kök 3 bölək 2. O da bizə verər 4-də 3. Yəni doğru cavab olar B bəndi. 11-ci sual loqaritmik tənlik bir sualıdır. Gəlin suala baxaq. Sualın şərtində deyilir ki, loqaritma 2 əsasdan x çıxaq 3 bölək x üstəgəl 3 üstəgələk loqaritma 2 əsasdan mötərizə içərisində x kvadratı çıxaq 9 bərabərdir 2. İndi loqaritmların əsasları eyni olduğu üçün hasil deməli loqaritmlər toplandıqda loqaritmin əsası olduğu kimi qalır. Loqaritm altında olan ifadələr isə bir-birinə vurulur. Deməli x üstəgələk 3-də x çıx 3 vurulsun. X kvadrat çıxaq 9-u da x çıxaq 3 vuraq x üstəgəl 3 şəklində vuruqlara ayıra bilərik. Beləliklə x çıxaq 3-lər ixtisar getsə, deməli qalır loqaritma 2 əsasdan x çıxaq 3-ün özünə vurduqda x çıxaq 3-ün kvadratı, o da bərabərdir 2. Beləliklə x çıxaq 3-ün kvadratı bərabərdir 4. Buradan x çıxaq 3 ya müsbət 2 olmalıdır, ya da x çıxaq 3 mənfi 2 olmalıdır. Buradan x1 bərabərdir 5, x2 də bərabərdir müsbət 1 almış oluruq. Amma burada müsbət 1 ola bilməz. Çünki baxın loqaritmada ikinci deməli loqaritmik ifadədə x-in yerinə mənfi 1 qoysaq, müsbət 1 qoysaq kvadratı 1, 9-a çıxdıqda mənfi 8 və belə olan halda loqaritmanın mənası olmurdu. Deməli onda x-in qiyməti ancaq 5 ola bilər ki, doğru cavab da E bəndinə uyğun gəlir. 12-ci suala baxaq. Trigonometrik bir tənlikdir. Deyilir ki, sinus x vur kosinus x bərabərdir 2-də 1-dir. Bu tənliyi həll etmək tələb olunur. Tənliyin hər iki tərəfini gəlin 2-yə vuraq. Deməli 2 sinus x vur kosinus x bərabərdir 2-də 1 vur 2. Bərabərin sol tərəfi sinus 2x-in açılışıdır. Deməli onda yazırıq sinus 2x bərabərdir 2-də 1 2-yə vurduqda 1. Buradan da 2x bərabərdir. Sinus nə zaman 1-ə bərabər olurdu? Pi bölək 2 üstəgələk 2 pikada. Və buradan da x bərabərdir. Pi bölək 4 üstəgələk pika. Pi bölək 4 üstəgələk pikada doğru cavab D bəndinə uyğun gələr. 13-cü suala baxaq. 13-cü sualda deyilir ki, verilmiş və bərabərsizliyi həll edin. X kubu üstəgələk x kvadratı çıxaq x kiçikdir 1. Çıxaq 1 kiçikdir 0. Burada qruplaşdırma aparsaq, ilk 2 əddən x kvadratını ortaq vuruq çıxarsaq, mötərizə içində olar x üstəgəl 1. Növbəti 2 əddən isə mənfini ortaq vuruq çıxarsaq, yenə mötərizə içində x üstəgəl 1 kiçikdir 0. X üstəgələk 1-i ortaq vuruq çıxarsaq, mötərizə içində qalır x kvadrat çıxaq 1 kiçikdir 0. Buradan isə yazırıq x üstəgələk 1 vuraq. X kvadrat çıxaq 1-i x üstəgəl 1, x çıxaq 1 şəklində vuruqlara ayırsaq. İndi x üstəgələk 1-i özünə vurduqda alırıq x üstəgələk 1-in kvadratı, bir də vur x çıx 1 kiçikdir 0. İndi burada biz ədəd oxunu gəlin çəkək. Ədəd oxunu çəkəsi olsaq, deməli nə versək mötərizələrin isə 0 olur. Bir mənfi 1 versək, mənfi 1-i ala bilmir. Mənfi 1, bir də müsbət 1 versək, müsbət 1-i də ala bilmir. Gəlin burada intervallara ayıraq. Müsbət 1-dən sağa bir qiymət desək, 1-dən sağa bir qiymət dedikdə, məsələn 2 dedikdə bu ifadənin qiyməti müsbət olur. Amma mənfi 1 aralığında bir qiymət versək, məsələn 0 versə, bu ifadənin qiyməti mənfi olur. Biz də bilirik ki, qüvvət cüt dərəcə olanda həmin o cüt dərəcəli deməli ifadənin qüvvətin deməli daxilində qalan ifadədə kök mənfi 1-dir. Düzdür? Mənfi 1 qoysaq 0 edir. Onda deməli həmin mənfi 1-in sağında hansı işarə varsa, solunda da həmin işarə olmalıdır. Yəni solda mənfi işarə olmalıdır. Yəni sağ və sol tərəflərində kvadrata görə işarə dəyişikliyi olmur. Beləliklə onda bizim cavabımız mənfi sonsuzluqda mənfi 1-ə birləşməsi mənfi 1-dən müsbət 1-ə qədər olar ki, doğru cavab da elə A bəndinə uyğun gəlir. 14-cü ifadə deməli kompleks ədədlərlə bağlı olan bir sualdır və bu ifadəni sadələşdirmək tələb olunur. 3 çıxaq 6i vuraq, 4 üstəgələk 8i, o da bərabərdir mötərizəni vurub açaq, 12 üstəgələk 24i çıxaq 24i çıxaq 48i'nin kvadratı. Deməli müsbət və mənfi 24 i'lər islah olur. Beləliklə alırıq 12 çıxaq 48 vuraq. i kvadratın yerinə mənfi 1 yazırıq. Mənfi 48-i mənfi 1-ə vurduqda müsbət 48, 12 də topladıqda 60 edər ki, doğru cavab da E bəndinə uyğun gəlir. 15-ci suala baxaq. 15-ci sualda loqaritma ilə bağlı bir sualdır. Deməli 2-də 1 üzəri loqaritma 3 əsasdan 4 vurulsun 2 üzəri loqaritma 3 əsasdan 36.
O da bərabərdir. 2-də 1, 2 üstü mənfi 1 yazsam, mənfi 1 çıxır qüvvətə olur. Mənfi loqaritma 3 əsasdan 4. Vuraq 2 üzəri loqaritma 3 əsasdan 36. İndi əsaslar eyni olduğu üçün hasil zamanı əsas olduğu kimi qalır. Qüvvətlər toplanır. Yəni loqaritma 3 əsasdan 36 çıxaq birbaşa yaza bilərik. Çünki ikinci loqaritma qarşısında mənfi var. Loqaritma 3 əsasdan 4. O da bərabərdir 2 üzəri loqaritma 3 əsasdan. Əsaslar eyni olduqda loqaritmlər çıxan zaman loqaritmanın daxilində olan ifadələr bir-birinə bölünür. 36-nı 4-ə bölürük, 9 qalır. Loqaritma 3 əsasdan 9 bizə 2 verir. Beləliklə 2 üstü 2 alır. 2 üstü 2 də 4-ə bərabərdir. Yəni doğru cavab olar B bəndi. İndi 16-cı suala baxaq. Kvadrat köklərlə bağlı maraqlı bir sualdır. 8 çıxaq 4 kök altda 3. Kökün altında vuraq kök altda 3 üstə gəl 1. Bu ifadəni sadələşdirin. Deməli kökün altdakı ifadədən biz 2-ni ortaq vurub çıxarsaq, qalar mötərizədə 4 çıxaq 2 kök altda 3. Vuraq kök altında 3 üstə gəl 1. O da bərabərdir. Baxın, burada parçalama aparsaq kök altda 2 vuraq kökün altında 4 çıxaq 2 kök altda 3 alarıq. Bir də vuraq kök altda 3 üstə gəl 1. O da bərabərdir. Kök altda 2 vuraq 4 çıxaq 2 kök altda 3-ü bu şəkildə yazarıq. Kök altında 3 çıxaq 1-in kvadratı. Vuraq kök altında 3 üstə gəl 1. O da bərabərdir. Deməli kök altda 2 vurur. Deməli digər ifadə kökün altdan çıxır. Olur kök altda 3 çıx 1. Bir də vuraq kök altda 3 üstə gəl 1. Kök altda 3 çıxaq 1, kök altda 3 üstə gələk 1-ə vursaq alarıq 2. Onu da kök altda 2-yə vurduqda alırıq 2 kök altda 2. Yəni doğru cavab olar C bəndi. 17-ci suala baxaq. 17-ci sual deməli ifadələrin sadələşdirilməsinə bağlı bir sualdır. Həm A çıxaq B-nin qiyməti 2-yə bərabərdir, həm də B üstə gələk C-nin qiyməti 2-yə bərabərdir. Onda gəlin bu ifadələri tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə topladıqda mənfi B müsbət B ilə islah olur və A üstə gələk C üçün biz 4 almış olarıq. Gəlin indi yazaq. B bölək C kvadratı çıxaq A kvadratı, o da bərabərdir. B bölək C kvadrat çıxaq A kvadratını C çıx A vuraq C üstə gələk A şəklində yaza bilərik. İndi C üstə gələk A elə A üstə gələk C-yə bərabərdir. Onda yerinə 4 qoysaq 4 vuraq mötərizədə alarıq. C çıx A, sürətdə isə alarıq B. İndi həmin ifadələri bir də yazaq. A çıxaq B bizdə 2-yə bərabərdir. B üstə gəl C də bizdə 2-yə bərabərdir. Tərəf-tərəfə çıxsaq, deməli olar A çıxaq C çıxaq 2B, o da bərabərdir 0. Buradan A çıxaq C-ni bərabərin sağına açsaq, solunda qalar mənfi 2B, sağında da qalar C çıx A. Deməli onda bizə verilmiş kəsirdə deməli B sürətdə durur. 4 vuraq C çıxaq A-nın yerinə də mənfi 2B yazırıq. B-lər ixtisar getsə, deməli sürətdə qalar 1 və məxrəcdə də qalarıq mənfi 8 və cavab olar mənfi 8-də 1, yəni C bəndi. İndi isə 19-cu suala baxaq. 19-cu sualda deyilir ki, fx bərabərdir 1 üstə gəl x üstə gəl x kvadratı üstə gəl x kubu üstə gəl və s. üstə gəl x üstə 10. Verilmiş funksiya üçün törəmənin bir nöqtəsindəki qiymətini tapın. Törəməni alsaq 1-in törəməsi 0-dır, yazmırıq. X-in törəməsi 1, x kvadratın törəməsi 2x, sonra x kubun törəməsi 3x kvadratı və s. və s. və s. və sonunda da 10 vurulsun x üzəri 9. İndi f'1-i tapdıqda x-lərin yerinə 1 qoyuruq. 1 üstə gələk məsələn 2 vur 1, 2 verir. 1 qoysaq 1-in kvadratı 1, 3-ə vurduqda 3 və s. Sonunda da 10 vurulsun 1 üstü 9, o da edir 10. Deməli biz 1-dən 10-a kimi ədədlərin cəmini toplamalıyıq. Bu da bir ədədi silsilə sualdır. Deməli 1 üstə gələk 10 bölünsün 2 vuraq 10 və buradan biz f'1 üçün 55 almış olarıq ki, doğru cavab da E bəndi olar. Sonra 19-cu suala baxaq. 19-cu sualda deyilir ki, A parametrinin hansı qiymətində fx bərabərdir kökün altında x kubu çıxaq 2a vuraq x üstə gələk 2 deməli ifadə funksiyası bütün ədəd oxunda təyin olunmuş funksiyadır. Baxın, burada biz kublar cəminin açılışına gətirib çıxarmalıyıq ki, məsələn, x-ə bax, mənfi 3 versə, ikinci mötərizənin altı mənfi eləyir. Yəni, ikinci mötərizənin altı mənfi eləsin ki, mənfini mənfiyə vurduqda biz müsbət alaq. Ona görə belə bir şey yazırıq. Deməli, x kubu çıxaq, burada 2-nin kubu olmalı, düzdür? Deməli, biz bunu A kubu üstə gələk B kubuna gətirmək istəyirik. Onda x kubu çıxaq, yox, müsbət 8 yazsaq, biz bunu x üstə gələk 2 vuraq, x kvadratı üstə gələk, bağışlayın, üstə gələk yazdım. X kvadratı çıxaq 2x üstə gələk 4 şəklində vuruqlara ayıra bilərik. Onda gəlin bu qaydanı tətbiq edək. Deməli, onda x üstə gələk 2-ni x üstə gələk 2-yə vursaq, x üstə gələk 2-nin kvadratı alarıq. Vuraq, x kvadratı çıxaq 2x üstə gələk 4. Bax, bu ifadə alırıq. İndi baxın, ikinci mötərizdəki kvadrat üçərlidir. Bunun diskriminantı 0-dan kiçikdir. Bu deməkdir ki, yəni x-in istənilən qiymətdə bu ifadə həmişə müsbət olasıdır. Buradan da x üstə gələk 2-nin kvadratı var.
kök çıxardası olsaq, modulda x də yenə 2 şəklində çıxardırıq. Və modul altında qalan ifadə də dediyimiz kimi həmişə müsbət qiyməti alır və beləliklə x-ə nə verməyimizdən asılı olmayaraq bu funksiyanın bir sonlu qiymətini tapa bilirik. Yəni bütün ədəd oxunda təyin olunmuş bir funksiya çevrilir. Beləliklə mənfi 2a gərək mənfi 8-ə bərabər olsun ki, biz bu dediklərimizin hamısını yaza bilək. Buradan da biz a-ya 4 almış olarıq ki, doğru cavab, bağışlayın, burada müsbət 8-ə bərabər olmalıdır. Buradan da biz a-ya mənfi 4 almış olarıq. Doğru cavab da olar A bəndi. İndi isə gəlin 20-ci suala baxaq. 20-ci sualda A və B deməli uyğun ifadələrlə verilir və A çıxaq B fərqi 72-yə bərabər. Gəlin onda A-dan B-ni çıxaq. Deməli uyğun hədləri 6-6-a çıxsaq, 7-dən 5 çıxsaq 2, 12-dən 8 çıxsaq 4, 17-dən 11 çıxsaq 6 və s. Sonda 5-dən 3-dən çıxanda 2-in, 2-dən də 2 çıxanda 0. Deməli, A çıxaq B və bu ifadə nəyə bərabərdir? 72-yə. Buradan da 2-ni ortaq vuru çıxarsaq, 1 üstəgəl, 2 üstəgəl, 3 üstəgəl və s. üstəgəl n bərabərdir 72-yə. Buradan da 2 vuraq. Baxın, mötərizənin içindəki ifadə 1-dən n-ə kimi natural ədədlərin cəmidir. Yəni ədədsizlərdir. Nə cür tapırdıq bu n həddin cəmini? Birinci hədd üstəgələk sonuncu hədd bölək 2 vuraq. Hədlərin sayı bərabərdir 72. Buradan da 2-lər ixtisar getsə, alarıq n vur, yəni ədəd vuraq, ədəddən bir artığı bərabərdir 70. 70-ni də 8 vur 9 şəklində parçalasaq, n-in qiymətinin 8 olduğunu asanlıqla görərik və doğru cavab olar C bəndi. 21-ci suala baxaq. 21-ci sualda deməli sadə vuruqlara ayrılışla bağlı bir sualdır. ABCD natural ədədləri üçün 2 üzəri A bərabər vuraq 3 üzəri B vuraq bərabər deyirəm, bağışlayın. Vuraq 5 üzəri C, vuraq 7 üzəri D bərabərdir 8 faktorial. 8 faktorial nə deməkdir? 1-dən 8-ə qədər, 8-ə daxil olmaqla natural ədədlərin hasili. Beləliklə 2 üzəri A vuraq üstü B vuraq 5 üstü C vuraq 7 üstü D bərabərdir. 1-i yazmasaq da olar. Deməli 2 vuraq 3 vuraq 4-ü yazaram 2-nin kvadratı. 5 sadə ədəddir. 6-nı vuraq yazaram 2 vur 3. 7 sadə ədəddir. 8-də yazaram 2-nin kubu. Beləliklə 2 üstə vuraq 3 üstü B vuraq 5 üzəri C vuraq 7 üstü D bərabərdir. Baxın 2-ni 2-nin kvadratına vuranda 2-nin kubu, sonra birbaşa yazdım, bağışlayın. Deməli 2-dən neçə dənədir? 1 dənə burada, 2 dənə burada oldu 3 dənə, 4 dənə, 3 dənə də burada 7 dənə. Deməli oldu 2 üstü 7. Vuraq 3 üzəri 3-dən 2 dənədir. Vuraq 5 üzəri 1, vuraq 7 üzəri 1. Müqayisə edəsək görürük ki, A 7-yə, B 2-yə, C 1-ə, D də 1-ə bərabərdir. Beləliklə A üstəgəl, B üstəgəl, C üstəgəl, D cəmi üçün biz 11 almış olarıq ki, doğru cavab da E bəndi olar. Sonra 22-ci suala baxaq. Deməli maraqlı bir sualdır. 3 fərqli məktubu 2 dənə post qutusuna neçə fərqli üsulla ata bilərik? Deməli hər məktubu 2 dənə post qutusuna 2 müxtəlif üsulla ata bilərik. Bu məktublar da bir-birindən asılı olmadığı üçün hər biri 2 hal var. Deməli yekunda 2 vur 2 vur 2, yəni bu da bizə 8 üsul verər. Doğru cavab da olar D bəndi. 23-cü suala baxaq. 23-cü sual ehtimal sualıdır. Deyilir ki, İməzlikdə Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin 5-ci sinif 5 sinifi və hər sinifdən 5 şagirdi iştirak edir. İməzlikdə iştirak edən şagirdlərdən təsadüfən seçilmiş 2 şagirdin sinif yoldaşı olması hadisəsinin ehtimalını tapın. Birinci biz mümkün halların sayını tapırıq. Mümkün halların sayını nətər tapaq? Kombinizon neçə nəfər uşaq var? 5 sinif, hər sinifdən də 5 nəfər, yəni 25 uşaq var. 5 dəfə 5, 25 eləyir. Və biz 2 nəfər seçirik. Beləliklə 25 faktorial bölünsün. 25-dən 2 çıxanda 23, yəni 23 faktorial vur 2 faktorial. 25 faktorial yazıram. 23 faktorial vur 24 vur 25 bölünsün 23 faktorial vur 2. Buradan 23 faktoriallar ixtisar getsə, 24-dən də 2 ixtisar getsə 12 qalır və beləliklə 12 vurulsun 25 alırıq. Bəs əlverişli hallar sayını nə cür tapırıq? İndi baxın, 5 sinif var, hər sinifdən də 5 nəfər gedir. Yəni əslində qalsa biz 5 nəfərdən ikisini seçməliyik də. Hər 5 nəfərdən ikisi sinif yoldaşı ola bilir. Əlverişli hallar sayı da olur onda kombinizon 5 elementdən 2. Amma burada diqqətli olmalıyıq. Əslində qalsa 5 elementdən 2 deyil. Bir sinifdən 5 şagirddən ikisini 5 kombinizon 5 elementdən 2 ilə hesablaya bilərik. Amma 5 sinif olsa bu prosesi 5 dəfə təkrarlamalıyıq. Yəni 5-ə vurmalıyıq. Beləliklə 5 vuraq. Kombinizon 5 elementdən 2 hesablayaq. 5 faktorial bölünsün. 2 faktorial vur 3 faktorial. Beləliklə 5 vurulsun. 5 faktorial yazaram. 3 faktorial vur 4 vur 5 bölək 2 faktorial bizdə 2-yə bərabərdir. Bir də vur 3 faktorial. Beləliklə 3 faktoriallar ixtisar getsə 4-də 2-yə böldükdə 2 qalır. 2 dəfə 5 10
10 dəfədə 5 elə də 50. Beləliklə ehtimalı hesablayası olsaq 50-ni biz bölürük 12 vurulsun 25-ə. 50 ilə 25 ixtisar getsə 1 məxrəcdə, ikisi sürətdə qalır. 12 ilə də 2 ixtisar getsə qalır 6-da 1 və doğru cavab olur D bəndi. 24-cü suala baxaq. Faiz məhlul məsələsidir. Birinci qabda 72 litr 30% duz məhlulu, ikinci qabda isə 36 litr 10% duz məhlulu var. Əvvəlcə birinci qabdakı məhlulun yarısını ikinci qaba tökdülər. Yarısını, yəni 72 litrin yarısına qədərdir? 36 litr. Elə bil bunlar 36 litr 30% məhlulla 36 litr 10% məhlulu deməli qarışdırırlar. Belə olan halda yekun məhlulun miqdarı 72 litr olur. Faizi isə miqdarlar eyni olduğu üçün 36 faizi tapanda deməli verilmiş məhlulların faizi ədəd ortası çıxır, yəni 20%. Deməli ikinci qaba töküblərsə, ikinci qabda 72 litr 20% məhlul deməli alınmış olar. İndi birinci qabda nə qədər qalmışdı? 36 litr 30%, ikinci qabda isə alırıq 72 litr 20%. İndi deyək ki, daha sonra isə ikinci qabdakı yeni duz məhlulunun yarısını birinciyə tökdülər. Deməli birinci qabda 36 litr 30% idi. İndi yarısı deyirsə 36 litrini töküblər. 36 20 litr 20%li digər məhlulu qarışdırırlar və bu zaman yenə məhlullar miqdarları eynidir. Yekun qarışıqdan alınan məhlulun faizi isə 30-20-nin ədəd ortası olacaq, yəni 25%. Və nəticədə birinci qabda 25% duz məhlulu alırlar və doğru cavab da olar C bəndi. İndi isə 25-ci suala baxaq. 25-ci sual tənliklər sistemi ilə bağlı olan bir sualdır. Burada deməli saf dövrü onluq kəsrlərlə bağlı olan bir tənliklər sistemi verilibdir və buradan x, y hasilini tapmaq tələb olunur. Dərhal biz verilmiş tənlikləri yazaq. Bağışlayın, bunları səliqəli yazaq. Biz dedək ki, x çıxaq 0 tam dövrdə 5, y bərabərdir 8. Birinci tənlikləri tərəf-tərəfə toplayaq. Y-li hədlər islah olsun. Beləliklə 2 ədəd 0 tam dövrdə 2x bərabərdir 12 ilə 8 toplayıram 20. 0 tam dövrdə 2x bərabərdir 10 alırıq. 0 tam dövrdə 2-ni yazırıq 9-da 2 şəklində. 9-da 2x bərabərdir 10-dan x bərabərdir 45 tapmış olarıq. Deməli x 45-dir. Və 0 tam dövrdə 2x də 10-a bərabərdir. Birinci tənlikdə birbaşa 10 yazsaq, 10 üstə gələk 0 tam dövrdə 5 y bərabərdir 12. Buradan 0 tam dövrdə 5 y bərabərdir 2. 0 tam dövrdə 5-i yazırıq 9-da 5 şəklində. 9-da 5 y bərabərdir 2-dən y bərabərdir 18 böl 5. Buradan da x vur y bərabərdir 45 vuraq 5-də 18. O da bərabərdir 162 alarıq ki, doğru cavab da E bəndi olar. Beləliklə biz 26-cı sınavın suallarına da baxdıq. Ümid edirəm hər hansı bir səhvə yol verməmişik. Rast gəldiyiniz səhvləri və ya digər həll üsullarını videonun şərh bölməsində qeyd edə bilərsiniz. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.